Salam, mən Mirmilad Mehdizadiyəm. Bu Atölye Neveştəndir. Xoş gəlmisiniz Atölye Neveştən ya öz dilimizdə yazmaq atölyəsinin türkü bəxşinə. Çox sağ olun, var olun ki, bizimlə yol birsiz və yoldaşsınız. Sizin varlığınız bizim dayağımızdır və sağ olun ki, bizi yar, yoldaş və hər o kəsə ki, fikr eləsiz. Bizim bu yazılarımız, bizim bu videolarımız onların halını yaxşılada bilər, onlarla paylaşırsınız. Təbrizdə o ünvandır ki, biz Atölye Neveştənin türkü bəxşində ona nisbət yazı yazırıq və səy edirik ki, sizi və hər o kəsi ki, Təbrizi söyür, onu Təbrizlə çoxdar aşina eləyək və ədəbiyyat vasitəsilə Təbrizimizi qulaqlara və gözlərə çatdıraq. Çox sağ olun, var olun ki, bizimlə yol birsiz və yoldaşsınız. Yayda yağan qar mənim ölkümün adıdır ki, gedək mən oxuyayım, siz qulaq asın. Gedək ha. Hafiz xiyabanında xilaf sibqətə çıxanlar, Şeyxurrəisin qabağında xiyaban vəsətində musafir yendirən taksilər, üz-gözü çirkin, lüzumsuz taza saxtımanlar, asfaltlar, Gülüstan bağında kəsilən ağaçlar, Şahgölüdə ölən balıqlar, yığışılan lunaparklar, birdən gələn payızlar, qışda yağmayan qarlar, bağlamayan yollar və bir də sənin gözlərin. Bunlar məni yaman darıxdırır Təbrizdə. O qız oğlanın ağzından çıxan təkcə bir bu cümləni əgər eşitsəydi, yəqin bilərdi ki, o rubərisində oturan oğlan nə qədər bu Təbriz xiyabanların ona fikirləşə metirləyibdi. Ancaq nə qız eşitdi və nə oğlan bir dəfədə şansını imtahan eləyib, öz yorğun səsinin frekansını qızın qulağına yetirməyə əlləşdi. Qız bir kəlmə də demədən mizdən qalxıb, kafənin qapısını çırpan kimi bağlayıb, o qoca saxtımanın pillələrini əndi. Oğlanın içindən bir səs duqaş dalısıcan deyirdi. Amma oğlanın tərcihi qız kimi inkar olub, çayının qalağını içmək oldu. Sonra bir siqara alışdırıb, zamanı bir il qabağa çəkməyə çalışdı. Başaranmadı. Hətta 6 ay qabağa da çalışdı. Amma ikinci siqaranı yandıranda ondan da əl üzdüğünü başa düşdü. Tüm yaşadığı anlar gəlib dayandı gözünün qabağında. Bir il, bir ay, bir gün, bir saat, bilmirəm. Ancaq bundan neçə vaxt qabaq bir soyuq payız axşamında Şəhnazda qədəm atırı. Şəhnaz ona əcib xəlvət gəlir. Sanki bir cümənin axşamıdır. Valmanı geçir, amma xəlifəgərini, ab-mivəçini, pasaj kristalı, hətta daş mağazaları rədd olmağı yadına gəlmir. Göz açır görür bir cavan oğlan ətirli bir kağız tutub ona sarı. Alır, axşam soyuğundan qızarmış burnuna yaxınladır. O ağ kağızdan gələn xoş iyi bütün nəfəslə canına çəkir. Soyuq dəyən adamın buxur eləməsi kimi. O iyi burnundan geçib, düz ürəyinin ortasına sancılır. Təsadüf olması əcibdir. Bir rub qabaq ayrıldığı sevgilisinin iyiydi bu. Ona darıxır. Kəfşimillinin qabağında, çıraq qırmızda dayanıb, əlin cibinə atıb, yarına zəng eləyir. 2 zəng çalmamış səs alır. Canım, heysat göylüm istədi biləvi. Dəli oğlan deyib qız telefonu qət eləyir. Oğlan bir narin gülüşünə Şəhnazın çarrahın rədd olur. Dil altında deyir, gül iyin Şəhnazı başdan çıxardıb canım. Əlin qovzayıb kafenin veyterinə bir dənə də çay gətirməsinə başa salır. Sonra bir ayrı siqara alışdırıb bahar fəslinə geydir. Şahgölüdə əl-ələ oturublar. O, qız və 4 ayı dolduran sevgiləri. Qızın gülüşləri, gül iyi verən ətri və oğlanın hər mahnıdan çox sevdiği səsi bahardan daha çox oğlana xoş gəlir. Gül deyib gül eşidirlər. Ancaq qız biraz mın-mın eləyib, tazadan biraz qabaq soruşduğu sözü yenidən xəbər alır. Dizin bətər ağrır. Yox deyib araya söz qatıb konunu dəyişdirir oğlan. Gəl gölün dövrəsini dolanaq deyir və bir-bir yavaş-yavaş o 100-dən çox pillələri addımlayırlar. Zirsiqarızı boşaldım, veyter soruşur oğlandan. Amma oğlanın bahar fəslində qalmağını düşünən kimin, onun təyidini gözləməyib dediği işi görür. Oysa oğlan bahardan geçib
Yayın lap cızlama vaxtında qızla Abirəsanda qərar qoyub. Qız onu görən kimin üz-gözünün rənginin solmasının dəlilini axtarır. Amma oğlan haşa eləyib sərin bir yerdə sərin bir şey içməyi onu ikna edir. Qədəm atıb bir qoca saxtamanda taza açılan kafenin qapısından içəri keçirlər. Pillələri yavaşca çıxırlar. Amma bir an qız oğlanın nərdələrdən yapışıb qaldığını görür. Oğlansa bundan artıq gizlətməyə imkanı olmadığı xəstəliyi qıza bildirir. Qız ağlayır. Yayın lap cızlamağı vaxtında həm qız üşüyür, həm oğlan. Aralarındakı miz donur. Oğlanın çayı soğuyur. Qızın şüvərən şərbəti buz kəsir. Abirəsana qar yağır və qız uşaqlığından örgəşdiyi qarqışları MS noxoşluğuna sayır. Oğlan amma onun pörtmüş üzündən həzz alıb, gözlərinə baxıb ayrılmağı təklif eləyir. Qız özün karlığa vurur. Hivdə Şəhrivər xiyabanında yaxçı bir döhtürdən xəbər verir. Oğlan amma həm o döhtürü tanır, həm qızı. Heç birinin ona bir iş görə bilməyəcəyini lap yaxşı bilir. Öz sözünü tazadan deyir. Qız gözləri urmu gölü olur. Sulu, susuz, canbesər, halsız, ağlayır. Oğlana baxır. Telefonu götürüb o döhtürdən şumarı almağa çalışır. Oğlansa təkcə ona göz tikib son görüşlərinin sevgisini əmir. Qız onun baxışlarının ağırlığını dərk eləyib, yaş gözləri ilə oğlanın gözünə baxır. Taza açılan kafədə səssizlik oturur. Oğlan ona şeir kimin olan ürək sözünü oxur. Hafiz xiyabanında xilaf sirkətə çıxanlar, Şeyxurrəisin qabağında, xiyaban vəsətində musafir yendirən taksilər, üz-gözü çirkin, lüzumsuz taza saxtımanlar, asfaltlar, Gülüstan bağında kəsilən ağaçlar, Şah gölüdə ölən balıqlar, yığışılan lunaparklar, birdən gələn payızlar, qışda yağmayan qarlar, bağlamayan yollar və bir də sənin gözlərin. Bunlar məni yaman darıxdırır Təbrizdə. Qız dayananmır, kar olur. Kafenin yorğun pillələrin ağlaya-ağlaya çıxır. Bir oğlan qalır, bir kafe, bir də Təbrizdə yayda yağan qar. Tamam.